Salam, hörmətli tamaşaçılar. İlgün Sevinin Vətəndaş mövqeyi efirdədir. Bugünkü qonağımız xalq artistimiz, səsi ilə nəsilləri birləşdirən, Azərbaycan musiqisinin canlı əfsanəsi, xanımlığı, xatunluğu ilə sayılan, seçilən Brilliant xanım Dadaşovadır. Salam, Brilliant xanım, xoş gördük sizi. Xoş gördük məndən, çox sağ olun. Brilliant xanım, sənətdə qalmaq çətindir yoxsa zirvədə qalmaq çətindir? Sənətdə olmaq ümumiyyətcə çətindir. Oldunsa, əgər sənətin varsa, əlbəttə ki, qalacaqsan. Çünki sənəti bilən insanın hər icra etdiyi, musiqi olsun, şeiriyyat olsun, yazısı olsun, poeması, nə bilim, romanı nə, onlar hamısı tarixdə qalır, dərslik kimi. Oxuduğu mahnılar olsun. Sənət varsa, artıq bu orada qalmaq deməkdir. Yəni o çətindir, asandır, mən onu bilmirəm. O ya var ya da yoxdur. Bir də belə fikirləşirəm ki, fitri istedadla heç kim fəxr eləməməlidir. Çünki fitri istedad Allahın bizə bəxş etdiyi bir lütfdür. İnsan ancaq öz zəhməti ilə fəxr eləyə bilər. Çünki fitri istedadı da inkişaf elətdirmək üçün, onu mükəmməlləşdirib insanlara nəsə bəxş etmək üçün, yenə deyirəm, düşündürmək üçün, ya dinlədiyi mahnılar olsun, ya oxuduqları poema olsun, ya şeir olsun, insanları düşündürmək üçün hər bir fitri istedad öz zəhmətindən istifadə eləməlidir. Yəni bunu inkişaf elətdirməlidir. Bunun üzərində çox böyük zəhmətlər çəkmək lazımdır. Səhnə arxasında Brilliant Dadaşova necə insandır, necə xanımdır? Fikirləşirəm ki, mən ədalətli insanam. Fikirləşirəm ki, mən ikiyüzlülük heç vaxt etmərəm. Bir şeyi düşünüb başqa sözü heç vaxt danışmaram. Birisinin arxasıca heç vaxt danışmaram. Çünki nəyi düşünürəmsə onu hamı bilir. Kimi sevirəm, kimi sevmirəm, onu o dəqiqə hamı bilir. Sevmədiyim insanlar sadəcə başqalarına qarşı amansız olanlardır. Kiçiyə, böyüyə hörmət eləməyənləri sevmirəm. Qeyri-səmimi insanları, üzdə bir cür, arxada başqa cür olanları təbii ki, sevmirəm və bunu məni tanıyan bütün tamaşaçılar bilir. Çünki səhnədə necəyəm, həyatda da beləyəm. Ya da ki, qovmağrəbə. Hamı bilir ki, mən hər yerdə eyniyəm. İnsan özü əslində hörmətini qazanmalı. Böyük bir nəsil nümayəndəsisiz. Mən bilirəm ki, bizim babamın sülaləsi Şamaxı zadəganlarından olublar. Onlar gəliblər, Xanbutayev familiyasını dəyişdiriblər xan nəslindən olduqları üçün. Hətta Hüseyn Ərəblinski mənim babamın əmisi oğludur və hətta Hüseyn Ərəblinskinin tərcümeyi halını yazıblar, güya fəhlə sinifindəndir, amma əslində o zadəgan ailəsindən olub. Və bilirsiniz ki, Üzeyir Hacıbəyevlə birlikdə Hüseyn Ərəblinski bizim klassik sənətimizin, ümumiyyətcə mədəniyyətimizin fundamentini qoyan insanlardandılar. Bu iki insan çiyin-çiyinə çalışıblar və mən əlbəttə ki, fəxr edirəm ki, bizim ailəmiz indi zadəgan dəbdə olmasa da Azərbaycan mədəniyyətinə bizim ailəmiz öz töhfələrini verib, yəni fundamentini, buranın təməlini qoyan insanlardan olub bizim nəslimiz, sülaləmiz. Hüseyn Ərəblinskidən tutmuş, atamın xalası Hökmə Nəcəfova, bəstəkar Hökmə Nəcəfova. Sonralar artıq Məlik Dadaşov, Səlman Dadaşov, Rafael Dadaşov, bacım Sədaqət xanım, Vaqif Mustafazadənin Sevil vokal instrumental ansamblı ilə birinci səsi olaraq səhnəyə çıxıb. Yəni Brilliant Dadaşova. Brilliant Dadaşova. Mən bir dəfə Əli Baba Məmmədova zəng elədim, rəhmətlik. Dedim ki, Əli Baba, müəllim, mən sizin bir mahnınızı oxumaq istəyirəm. Bilirsiniz kimdir danışan? Dedim, Süleymanın qızıyam mən. Məlikin qardaşı qızı, Süleymanın qızı, Qız xanımın, anamın da. Anam, onlar bilir, onlar Bakı cəmatıdır. Anam Arşımanlanda da bilirsiniz ki, Qarmonda ifa edib. Və mənə o qayıtdı ki, qızım, sən özün də elə böyük sənətkarsan. Elə deyilən brilyantdır danışan.
Mənim üçün çox böyük şərəf idi belə bir Söz eşitmək. insandan bunu eşitmək, bəli. Çünki o həm müğənni, həm bəstəkar, Əlibaba Məmmədov söz yazarı da olub, qəzəl belə yazıb o, bəstələyib. Yəni indi də siz dediniz, brilyant mənə çox xoş oldu. Çox sağ olun. Brilliant xanımı nə incidə bilər? Könlünə nə toxuna Məni bilər? haqsızlıq, həqiqəti danan insanlar məni çox incidirlər. Haqsızlıq məni çox incidir. Başqasına istənilən insana qarşı olan haqsızlıq mənə çox pis təsir eləyir. Bu gün Azərbaycan musiqisində, Azərbaycan mahnılarında, əsərlərində bir cılızlaşma gedir. Bilirsiniz, biz elə bir şəraitdə böyümüşük ki, bir televiziya var idi, yadınızdadısa. Bir də Moskvadan 2 kanal var idi. ORT deyirdik, bir də RTR-də. Bir də bizim televiziyamız var idi. Əlbəttə senzura var idi, bədii şura var idi. Sonra bizim azadlığımızla, yəni biz azadlığı əldə etdikdən sonra, demokratik bir ölkə olduqdan sonra biz hamımız buna çox sevindik təbii ki. Çünki nənə babamız nə deyirdi? Çörəyi duza batır, ye, amma sən azadlıq olsun sənin üçün bu həyatda. İnsan azad olmalıdır. Bu bizi çox sevindirdi və özəl televiziyalar yarandı. O özəl televiziyalar yarananda mən birinci özəl televiziyaya getdim və orada bir söz işlətdim. Dedim, hər bir özəl televiziya bizim üçün azadlıq göyərçinidir. O bizim üçün o təmsil edir o azadlığı. Amma sonra özəl televiziyalarımız daha da çoxaldı və gördüyünüz kimi biz əfsuslar olsun ki, o demokratiyanı biraz abırsızlıqla, biraz həyasızlıqla, savadsızlıqla dəyişik Qarışdı salmağa bir-birinə. başladıq. Bəlkə bizim insanlarımız üçün söz azadlığı biraz hərcmərcliklə əvəz olundu. İnsanlar fikirləşdilər ki, hə mən söz azaddırsa mən istədiyimi deyə bilərəm və bu televiziyalara daşındı. Televiziyalara yansımağa başlayanda kütlə buna daha çox maraq göstərdikcə bəzi televiziya aparıcıları da bundan hünər aldılar. Bundan daha da həvəsləndilər və əfsuslar olsun ki, bunu artıq yığıb yığışdırmaq çətin olmağa başladı. Bizim hamımızın ləhcəmiz var və nə gözəldir bizim hamımızın ləhcələrimiz. Bizim ədəbi dilimizi ləhcə ilə bastalamaq olmaz. Ləhcəni efirlərə çıxartmaq olmaz. Nə qədər insan bacarmalıdır ki, ulu öndərimiz necə danışırdı ləhcəsiz. Heç kim tanımayan adam deyə bilməzdi ki, o harda anadan olub. O necə ədəbi dildə danışmağı bizi öyrədirdi. Sonra bizim qiraətçilərimiz olub, hansılardan ki, biz öyrənmişik ki, televiziyada, radioda ictimaiyyət qarşısında necə danışmaq lazımdır, özü necə aparmalıdır. Bugün çox Yəni ona təəssüf görə- edirəm. Bugün Bəli. çox təəssüf edirəm ki, əksəriyyət kanallarda da belədir, radiolarda da belədir. Məsəl üçün maşında gedirsən, açırsan, xəbərlərə qulaq asırsan, musiqiyə qulaq asırsan, baxırsan elə bəsit cümlələr işlədirlər Bəli. ki, elə sözlərə mahnılar oxuyurlar ki, mən bir ara mən musiqiyə qulaq asmadım. Sanki gözümdən düşmüşdü musiqi. Siz nə tövsiyələr verərdiniz? Bax bugünkü o azadlıqla, o məsuliyyəti qarışdıran insanlara, o yanlışlıqları törədən insanlara nə tövsiyələr edərdiniz? Müğənnilər ələlxüsus buna fikir verməlidirlər. Əlbəttə ki, buna məktəbi olan müğənni fikir verəcək. Majoru, minoru bilməyən, notları bilməyən, musiqidən başa çıxmayan müğənnilər əfsuslar olsun ki, çox gündəmə gəldilər. Onlar müxtəlif yollarla indi bu gün belə bir zamanədəyik ki, dünya bahalaşıb, ömür bahalaşıb, insan günü güzaranı bahalaşıb və hər şeyi satın almaq olur, əfsuslar olsun. Amma yenə də vicdanı qorumaq üçün buna müğənnilər, sənət insanları ələlxüsus fikir verməlidirlər. Musiqiləri yanlış oxuyan müğənnilərimiz var. Sənətdən başı çıxmayan bəstəkarlıq eləyir. Özü yazır, özü bəstələyir. Özü oxuyanlara nə deyərdiniz Brilliant xanım? Bir sənətkar olaraq. Mən heç nə deyə bilmərəm o barədə ki, bu gün bazar iqtisadiyyatıdır. Hərə öz, necə deyərlər, istehsalını bazara çıxardır və əfsuslar olsun ki, ucuz malı alanlar da kəmiyyəti çoxdur. Yəni onlar daha çoxluq təşkil eləyirlər və yəqin ki, həmişə olub bu. Kütlə deyən bir söz var. Kütlə deyirik. Bir də elə bir təbəqə var ki, mən
ümumiyyətcə onlara ziyalı təbəqə edirəm. Gözəl musiqini dinləyən insanlara, qiraəti anlayan insanlara, şeiriyyatı anlayan, ədəbiyyatı anlayan insanlara mən ziyalı deyirəm. Ziyalı təbəqəmiz də var və mən görürəm ki, onlar gerçəkdən var və bu məni sevindirir. Çünki bir ara onlar o qədər çəkilmişlər ki, kənara, insan artıq ümidləri itirdi. Bəzi proqramlar bizim xalqımızın ayıb üzlərini çıxardır ortaya. Ayıb üz bütün xalqlarda var. Həmişə də olub. Yəni bu insanın millətindən, haralı olduğundan asılı deyil. Bu insanın özündən asılıdır. Yəni həm tərbiyəsindən, həm böyüdüyü ailədən, həm düşüncəsindən asılıdır. Onu yəqin ki, üzə çıxartmaq düzgün deyil. Amma bir də baxırsan ki, axı biz sizinlə bunu biz həll eləmirik. Yəni biz əgər deyir ki, atalar deyiblər ki, bir şey dəyişə bilmirsənsə sus. Biz də məcbur susduq. Bülent xanım, güclü görünən tərəfləriniz var. Güclü görünmək üçün qadına daha nə lazımdır? Mən düşünmürəm qadın o qədər də güclü olmalıdır. Belə fikirləşmirəm. Əlbəttə ki, Nəyə həyat ehtiyacı var? Güclü görünən qadının daha çox nəyə bəlkə ehtiyacı var? ehtiyacı var qadının, çünki ümumiyyətcə bəşəriyyətdə qadın biraz ikinci plan kimi, yəni gücsüz bir məxluq kimi həmişə qələmə verildiyi üçün qadın özünü müdafiə eləmək üçün həmişə güclü görünməyə məcburdur. Amma mən fikirləşmirəm ki, qadın da o qədər güc olmalıdır. Mən bütün qadınlara arzu edirəm ki, onların yerinə yan ətrafındakı bəyləri, onların evladları, onların həyat yoldaşları, ataları güclü olsun ki, onlar güclü olmağa məcbur olmasınlar. Sənətdə mən hesab edirəm ki, bəli, mənim gücüm var, çünki bu sənəti mən bilirəm. Amma həyatda bir qadın kimi mən düşünmürəm mən o qədər də güclüyəm. Çünki istər-istəməz bizim cəmiyyətdə son sözü ailəmizdə bəylərimiz deyir. Əvvəlcə atalarımız deyirdi, əmilərimiz deyirdi, sonra bəylərimiz, indi də görürük ki, oğullarımız deyir. Yəni yenə də qadın öz gücsüzlüyündə qalır, əfsuslar olsun. Sənətkar olaraq siz kimə qulaq asırsınız? Bunu tez-tez deyirəm, yenə də sizin də vasitənizlə bunu çatdırım. Mən təzə səhnəyə çıxanda səhnədə Rəşid Beybutov tuğyan eləyirdi. Şövkət xanım səhnəyə çıxırdı. Eyni səhnəyə çıxmışam onlardan. Respublika sarayında, Heydər Əliyev, indiki Heydər Əliyev sarayında. Elmira Rəhimova, İlhamə Quliyeva, Flora Kərimova, Allah ona can sağlığı versin. Elmira xanıma da. Bunların ən dəbdə olan vaxtları mən çıxmışam. Və mən deyirdim ki, onlar mənim həmkarlarımdır, mənim kolleqalarımdır. Fəxr eləyirdim bununla və onları dinləyirdim. Bu gün həmkar deyə bilmirəm. Çünki mən çoxusunu ümumiyyətcə müğənni hesab eləmirəm. Halbuki adları da var, sanları da var, hətta fəxri adları belə var. Məncə onlar müğənni deyirlər. Çünki mən bu sənətin xırdalıqlarını bilirəm. Mən görürəm ki, onlar çox səhv oxunur, çox səhv ifa olunur. Ona görə də mən demirəm. Amma qulaq asmağa əlbəttə ki, bu gün də insanlar var, hansı ki, mən dinləyirəm. Məsəl üçün, Flora xanımı dinləyirəm, Səkinə İsmayılovanı dinləyirəm, İlqar Muradovu, indi kimlərisə demərəm, bir də incəyərlər. Eyyubu dinləyirəm, Azər Zeynalovu dinləyirəm. Yəni düzgün oxuyan insanları, musiqi, klassik musiqimizi ifa eləyən insanları məmnuniyyətlə mən dinləyirəm. Bir sənətkar olaraq istəyərdim yüzlərlə, milyonlarla tamaşaçılarınız var, sizi sevən insanlar var. Bir cümlə ilə nə deyərdiniz? Bir cümləyə tamaşaçı məhəbbətini sığdırmaq çox çətindir. Çünki elə hisslər var ki, onları heç sözlə də ifadə etmək olmur. Amma mən ancaq minnətdarlığımı bildirərdim. Musiqi sevənlərə, melomanlara minnətdarlığımı bildirərdim. Dünya fanatların üzərində qurulub, sadəcə musiqi fanatlarından söhbət getmir. Hər insan öz işinin fanatı olmalıdır. Təbabətdə də, siyasətdə də, musiqidə də, hər yerdə. Və o ziyalılarımız yaşadıkca musiqimiz də yaşayacaq, mədəniyyətimiz də yaşayacaq və bütün xalqlar öz mədəniyyəti ilə ancaq öyünə bilər. Çünki hər şey gəldi, keçərdi, hər şey dəyişir. Amma bir musiqini eşidəndə deyirsən, bu
Azərbaycan musiqisidir. Bu rus klassikasıdır. Bu məsəl üçün gürcü musiqisidir. Bu ona görə musiqi, mədəniyyət dəyişmir. Ona görə mən ziyalılarımıza təşəkkürümü bildirmək istəyirəm ki, Allah sizi var eləsin. Minnətdaram sizə Bilyan xanım. Təşəkkür edirəm. Hörmətli tamaşaçılar, Eydiniz TV-nin vətəndaş mövqeyinin qonağı Azərbaycanın xalq artisti, böyük sənətkarımız Bilyan Dadaşova idi.